İlk olaraq Python dilində ümumiyyətlə bütün dillərə baxsaq, dəyişən və sabit deyə bir anlayışla qarşılaşacaqsınız. Dəyişən və sabit nədir? Qısaca belə bir məlumat vermək olar. Dəyişənlərə biz adı üzərində müxtəlif ötürdüyümüz verilənləri əlavə edirik və həmin verilənlər dəyişə bilər. Məsələn, A adlı bir dəyişən yaradıram mən burada. A-ya özümdən 5 qiyməti daxil edirəm. Və bu proses həm də mənimsətmə adlanır. Bunu yadda saxlayın. A bərabərdir 5. Yəni sizə hər hansısa bir yerdə qarşınıza mənimsətmə deyə bir söz çıxsa, siz başa düşməlisiniz ki, bu müəyyən bir qiymətin dəyişənə ötürülməsidir. Yəni burada A-mız olacaq dəyişən, 5 olacaq bir qiymət, bərabərdir isə mənimsətmə işarəsidir. Artıq A-mız yüklü bir qiymətə malik olur, 5 qiymətini özündə birləşdirir. B də bərabərdir yazaq, 6 yazaq. Bu şəkildə A-ya 5 qiymətini mənimsədirik, B-yə isə 6 qiymətini mənimsətmiş oluruq. Və bizim ekrana, belə də demək olar, ekran paneli və ya terminal da adlanır. Bu terminala müəyyən bir qiyməti çapa verməliyik. Bunu da ingilis dilini bilməyiniz çox yaxşı oldu. Bu kimi terminləri daha yaxşı, daha rahat öyrənəcəksiniz. Print komandası var. Print çap et deməkdir, özünüz də bilirsiniz. A üstəgəl B deyək. Print A üstəgəl B, yəni A-nın və B-nin qiymətlərini toplayacaq. 5 üstəgəl 6 11 edir və print komandası vasitəsilə həmin 11 terminal pəncərəsində bizə göstərəcək. Və bunu yazdıqdan sonra run etmək lazımdır. Run edirik və 11 qiymətimiz terminal ekranında göstərildi. Əlavə olaraq dəyişəndən başqa bir də sabit anlayışı var. Proqramlaşdırma dillərində istifadə olunur. Sabit isə belə deyək, hər hansısa bir qiymətin dəyişmək mümkün olmur. Adı üstündə sabit olaraq qalır. Sabitə ən yaxşı misal riyaziyyatda olan bəzi hissələr var ki, məsələn, pi ədədinin qiyməti. Pi ədədi bilirik ki, təqribi 3,14-dür. Biz bunu özümüzdən hər hansısa bir proqramda mənim istəyirəm deyə pi-yə 6 qiyməti mənimsədə bilmərəm. Bu doğru olmaz. Və ya bir başqası pi-yə 5 qiyməti, 4 qiyməti verə bilməz. Bu tamamilə yanlışdır. Pi-nin ümumi riyaziyyatda 3,14 deyə, yəni riyaziyyatda da deməyək, ümumi dünyada belə deyək, 3,14 deyə bir qiyməti var və ya təqribi olaraq 3 götürülür. Artıq pi-nin qiyməti sabit olacaq, yəni dəyişən deyil. Və pi kimi bir qiymətdə yazanda zaten match adlı bir funksiyanı gələcək dərslərimizdə belə deyək, tanış olacaq. Match funksiyası ilə də proqrama əlavə edə bilərik. İndi əsas oralara keçməyək. Biz daha ilkin anlayışlardan başlayırıq deyə. Onlar da yavaş-yavaş öyrənəcəyik. Əlavə olaraq belə də edə bilərsiniz, əgər istəsəz. A ilə B-nin qiymətini yazdıq bura. A ilə B-nin qiyməti toplandı və ekranda çap olundu. Belə də etmək olar. Bu printi silək buradan. Yazaq belə. C bərabərdir. İndi mən A ilə B-nin qiymətini üstündə hər hansısa bir əməliyyat aparacağam. Vurma, toplama, çıxma və s. Və bunu C-yə mənimsədəcəm. A üstəgəl B deyək. A üstəgəl B, qiymətlər toplanır, edir 11 və bu zaman isə print edirik nəyi? Mən əgər A ilə B-nin qiymətini istəyirəmsə, bunu da C-yə mənimsətmişəm. Nəticə etibarilə C-nin qiymətini ekranda göstərməsini istəyirəm. Run edək və 11 qiyməti ekranda yazıldı. Sonra mənimsətmələr müxtəlif cürdür. Bir tək mənimsətmə var. Bizim istifadə etdiyimiz bayaqki misaldaydı. A-na 5 qiyməti, B-yə isə 6 qiyməti mənimsətdim ayrı-ayrı. Və ya bu B-ni silək. A-ya 5 qiyməti mənimsətdim. Bu tək bir mənimsətmədir. Yəni bir dənə qiyməti mənimsədirəm.
Bir də var çoxlu mənimsətmə anlayışı. Çoxlu mənimsətmə anlayışı belə yazılır. Deyək ki, bizdən 3 dənə qiymət istəyir. A, B, C qiymətləri. Və onlara biz müxtəlif 5, 6, 7 olaraq, ixtiyari olaraq 5, 6, 7 ardıcıl olaraq qiymətlər daxil edirik. Və nəticə etibarilə də onların bizdən cəmini istəyəcək. Burada belə də yaza bilərik. A bərabərdir 5, B bərabərdir 6, C bərabərdir 7. Belə də yazıb, sonra print A plus B plus C. Belə də edib eyni qiyməti ala bilərik. Və ya çoxlu mənimsətmədən istifadə edə bilərik burada. Necə olar? Bu zaman hər bir dəyişəndən sonra biz vergül işarəsindən istifadə etməliyik. Yazırıq A vergül, B vergül, C bərabərdir və burada qiymətləri yenə eyni qayda ilə vergüllərlə əlavə edək. 5 yazdım, vergül, 6 vergül və 7. Burada gəlin qələmlə işləyək, daha yaxşı görəsiz. Burada A-nın qiyməti. Görürük ki, birinci hissədə A var. A-nı uyğun gələn qiymət hansı olacaq? 5 olacaq. Doğrudurmu? Sonra B-dən sonra nə gəlir? 6 qiyməti ona uyğun olacaq. 6 qiyməti və bir də C var. C-yə də uyğun olaraq 7 qiyməti yazılacaq. Demək, A-ya 5 qiyməti, B-yə 6 qiyməti, C-yə isə 7 qiyməti mənimsədilmiş olur. Və burada yenə istədiyimiz kimi əməliyyat yerinə yetirə bilərik. Eyni qayda ilə istəsək toplayarıq, vurarıq və s. Onu artıq bir daha yazmayım. Eyni məsələdir. Bura qədər sualınız varmı? Xeyr, yox. Sonra fikir verdinizsə, biz qiymətləri özümüz proqrama daxil etdik. A bərabərdir 6. Bir də belə bir məsələ var. Biz istəyirik ki, buradakı terminal pəncərəsində istifadəçi burada qiyməti daxil etsin. Yəni proqramda sabit belə qiymətlər olmasın. A bərabərdir 6 yazıram, B bərabərdir deyək 5 yazıram, A ilə B-ni toplayacağam. Nəticə etibarilə proqramı run edəndə mənə avtomatik şəkildə 11 qiyməti qaytarır, 6 ilə 5-in cəmini. Ancaq mən istəyirəm ki, A-nı, B-ni daxil edin proqrama, ancaq onlara qiymət verməyim. Run edəndə terminal pəncərəsində gəlib mənim üçün xüsusi bir sahə açılsın və mənə desin ki, A-nın qiymətini daxil et, B-nin qiymətini daxil et. Bu mənə nə qazandırır? Mən terminal pəncərəsində istədiyim qiymətlər üzrə həmin əməliyyatı aparıram. Yəni, standart bir əməliyyat var, ancaq qiymətlər yoxdur. Mən qiymətləri özüm təyin edirəm. Bir də proqrama hər dəfə gedib müraciət edib qiyməti burada dəyişmirəm. Burada biz nədən istifadə edərik? Input adlı bir hissəmiz var. Inputdan istifadə etmək lazımdır. A bərabərdir. Əslində bundan sonra deyərəm. Öncə sizə tipləri deyim. Tipləri demədim çünki burada tiplər də vacib hissədir. Tiplər var Python proqramlaşdırma dilində. Bizim əsas tiplərimiz bunlardır. Integer, float və bir də string tipi var. Bunlardan istifadə edirik. Integer tam ədədlərdir. Tam ədədlər bilirik. Əlbəttə ki, riyaziyyatdan ki, 5, 6, 7, 8, yəni heç bir qalıq hissəsi olmayan, onluq hissəsi olmayan ədədlər olur, tam ədədlər. Float tipi isə kəsr ədədlərdir. Məsələn, 5,4. Bu olacaq nə? Kəsr ədədi. Yəni, biz 5,4-ü daxil etmək istəyiriksə, proqrama floatla müraciət etməliyik. Əgər tam ədəd deyəcəksə, bu zaman biz integerdən istifadə etməliyik. Gəlin, indi yazaq input əməliyyatı ilə bunu. A bərabərdir. Mən deyək ki, həm də kəsr ədəd daxil etmək istəyirəm. Ona görə float yazıram.
float. Floatdan sonra mötərizə açıram. Fikir verirsinizsə, mötərizəni bir dəfə açdıqda avtomatik olaraq bağlanan bir mötərizə də açılır. Yəni bu kimi komandalarda əlbəttə ki. Yəni mötərizələri də açanda, bağlayanda mütləq ki, fikir verməlisiniz. Orada xətalar ola bilər. Zaten proqram sizə lazımi xəbərdarlıqları verir, ancaq yenə baxmaqda fayda var. A bərabərdir float. Yəni verilmiş ədədi float tipində mən daxil edəcəm. Kəsr ədəd olaraq. Sonra input mötərizənin içərisində və inputdan sonra yenidən mötərizə açmalısınız. Bunu istəsəz belə bir boş mötərizə qoya bilərsiniz. Input olan hissəni. Baxın bu hissəni. İstəsəniz mötərizənin içərisində bir qeyd də apara bilərsiniz. Bu qeyd bizə nəyə kömək olacaq? Gəlin göstərək nümunə olaraq. Run etsəm bunu bu halda. Baxın, terminal pəncərəsində heç nə yazılmayıb. Boş, qara bir terminal pəncərəsidir. Ancaq bu əslində işləyir. Proqram hazırda işləyir. Mən 6 qiyməti daxil etsəm və enter etsəm, A-ya 6 qiyməti mənimsətmiş olacaq. Və bir də belə də edə bilərik. Öncəliklə proqramı stoplayaq. Input yazdıq. Input hissəsində dırnaqlardan istifadə edək. Dırnaq bilirik ki, sətir tipdən söhbət gedir. Stringlər dırnaqla yazılır. Yadda saxlayaq. Və burada biz bir qeyd aparaq. Deyək ki, A bərabərdir qısa olaraq. Siz əlavə olaraq belə də yaza bilərsiniz. A-nın qiymətini daxil edin və sair istədiyiniz şəkildə yazmaq olar. İndi mən qısa olaraq A bərabərdir yazdım. Baxın, run edək. Gördünüz? Bu dəfə qara terminal pəncərəmizin sol üst küncündə A bərabər deyə bir yazı ilə qarşılaşırıq. Burada A-ya mən 6 qiyməti mənimsədəndə özüm də bilirəm ki, bu 6-nı hara mənimsədirəm, nə üçün mənimsədirəm, bunu anlayıram. Gəlin indi buna uyğun belə bir proqram tərtib edək. A bərabərdir float input A bərabərdir şəklində qeyd etdik. Bir də B bərabərdir float yazaq. Float input və yazaq ki, B bərabərdir məsələn. Və bir dənə də cəm adlı bir dəyişən yaradaq. Dəyişənlər istədiyiniz kimi ad qoya bilərsiniz. Yəni burada sərbəstsiz. Cəm də qoya bilərsiniz, D də qoya bilərsiniz, X də qoyarsınız, fərq etmir. İstədiyiniz şəkildə. İstəsəz ingilis dilli dəyişənlərdən də istifadə etmək olar. Cəm bərabərdir. Yazaq A ilə B-nin hasilini tap mənim üçün və print et cəmi. Print eti cəmi. Cəmi də bu şəkildə içərisinə print komandasını yazdıqda artıq cəmin qiymətini ekrana çağırır. Run edək. Bu dəfə fikir veririksə birbaşa cavab vermir bizə. Səbəbi isə biz qiymətləri daxil etməmişik. Qiymətlər input komandası ilə yazılıb bura. A bərabərdir. İstifadəçi terminal ekranında ixtiyarı öz istəyi əsasında qiymət götürə bilər. Məsələn, 7 qiyməti götürürük. 7 qiyməti götürürük və ya 7,2 götürək. Sonra da tam qiymətlərlə göstərirəm sizə. 7,2 qiyməti götürürük. A bərabərdir. Enter edirik. Bu dəfə isə gəlir proqram B hissəsini oxuyur mənim üçün. B də yenə inputla B bərabərdir yazılıb. Deyək ki, 8,1 götürürəm və mən enter etdiyim halda növbəti mərhələdə proqramın digər sətirlərinə daxil olacaq. Artıq 4-cü və 5-ci sətirləri, yəni buranı mənim üçün oxudu bu iki hissəni. Və proqram keçməlidir, cəm bərabərdir A ilə B-nin hasilini tapmalıdır. Və hasili tapdıqdan sonra həmin qiyməti də cəm dəyişəninə mənimsədəcək. Və yekunda da ekranda print cəm olduğu üçün onların hasilini göstərir. Enter edirik və 58,32 deyə bir qiymət alırıq. İndi gəlin burada float tipi olmasına baxmayaraq biz integerlə qiymət yazaq. Gəlin run edək. Integerlə yazsaq belə olacaq. Deyək A bərabərdir. Bu dəfə mən 5 qiyməti daxil edirəm. Enter. Sonra 7 qiyməti daxil edirəm və enter basanda artıq
5 ilə 7-nin hasilini tapır. Ancaq 35 yazmaq yerinə 35.0 olaraq yazır. Bunun da səbəbi odur ki, çünki biz float tipində daxil etmişik deyə cavab da bizə onluq kəsr kimi təqdim olunacaq. Yəni 35-in bir onluq hissəsi olmasa belə, 0 olsa belə onluq hissəsi. Ancaq float tipində qiymətlər daxil edildiyi üçün 35.0 deyə bizim ekranda göstərir. Gəlin indi həmin float hissəsini integerlə əvəzləyək. Integer isə tam qiymətlərdir. Misal üçün 6, 7, 8 bunlar integerdir. Hər hansısa bir kəsr hissəsi yoxdur. A bərabərdir. Mən bura 6 yazdım, A-nın qiymətini, enter etdim. B-nin də qiymətini yazdım 5. Və 5 ilə 6-nın hasilini tapdı 30 olaraq. Yenidən run edək. Bu dəfə integer yazılmasına baxmayaraq, gəlin əksinə proses yoxlayaq. Float tipində qiymətləri daxil edək. Görək nə olacaq? Baxın, 6.5 yazım mən bura. Enter edirəm və belə bir xata ilə qarşılaşıram. Integer inputda xata var, value error verdi bizim üçün. Invalid literal for integer with base deyə bir xatamız var. Yəni ki, verilmiş tipimiz, verilənimiz, literalımız integer tipindədir. Və integer tipində olduğu üçün mən bura floatla qiymət təqdim edə bilmərəm. Bunun səbəbi budur. Ancaq floatda olanda, bəli, mən integerlə qiymət verirəm, çünki oxuya bilir. Bu şəkildə. Bir də baxaq sətirlərə, sonra da baxmaq olar. İndi baxaq dəyişənlər haqqında biraz əlavə məlumatlara, sintaksis qaydalarına. Çünki biz proqramda müəyyən bir proqram quranda məsələ əsasında mütləq ki, sintaksis qaydalarına əməl etməliyik. Necə ki, ingilis dilində müəyyən bir qayda verilir, yazı verilir. Bəli. Integerdə bəs hesablanma yoxdur, o necə olacaq? Necə hesablanma? Floatda biz orada rəqəmlər yazdıq, onları hesabladıq, bəs integerdə bu yoxdur? Var, var. Onu göstərdim elə. Məsələn, yazaq. Yenidən yazım bura. A bərabərdir integer input. Deyək ki, A bərabərdir şəklində qeyd etdim. Onu deyirsiniz, bildim. Bəli, bəli. Bayaq 6.5 yazdı, sonra onu bugün götürmədi də, ona görə deyə çalışdım ki, onda elə oldu. Bəli, oranı götürməyəcək. Çünki integer tipində belə düşünün. Baxın, belə düşünün, daha rahat gələcək sizə. Mən bura integer yazmışamsa, integer nədir? Deyir ki, tam qiymətləri mənim üçün yaz. Proqram məndən onu istəyir. Sən mənə kəsr qiymət verə bilmərsən, tam qiymət verə bilərsən. Mən bura misal üçün 3 yazsam, bu əlbəttə terminal pəncərəsindən söhbət gedir. 3 yazsam ora, təbii ki, bunu düz şəkildə oxuyacaq. Ancaq mən bura 4.5 yazsam, fikir verin. Integer mənə deyir ki, tam qiymətlər götür. Amma mən durub da kəsr qiyməti bura yazıram. O zaman bu əlbəttə ki, məntiqlə düşünəndə məntiqsiz bir addım olacaq ki, bu bizə value error düzgün şəkildə təqdim eləyir. Yəni doğrudur, haqlıdır value error verməsində. Ancaq mən bura, baxın bu hissəyə float yazdıqda, bu halda istifadəçi olaraq 5.4 yazsam terminal pəncərəsinə. Bəli, bu floatı qəbul eləyir. Çünki kəsr ədədlər bura daxil ola bilər. Float nə deməkdir? Kəsr ədədləri özündə götürür. Misal üçün 5.4, 10.8 və s. İstənilən n sayda bir qiymətlərdən söhbət gedə bilər. Bunun fərqi yoxdur. 5.4 yazmışam. Bəli, tamamilə doğru qəbul edəcək. Və istifadəçi olaraq mən bura kəsr ədəd yox, float tipi olmasına baxmayaraq 8 qiyməti yazsam, bu yenə qəbul edəcək. Niyə? Çünki 8-in özü nə deməkdir? 8-in özündə sonunda 8.0 var. Çünki bilirik ki, istənilən bir qiymət götürək, 5 qiyməti, 5-in
5 nöqtə qalıq hissəsinə sonsuz qədər 0 yazmaq olar. Problem yoxdur bu bizim üçün. Yəni oradakı sıfırlar əlbəttə riyazi baxımdan baxsaq mənası yoxdur. Özümüz də bilirik, eşitmişik bu haqqda. Orta məktəblərdə qarşımıza çıxıb. Sonradan yazılan sıfırların mənası olmur. Ancaq proqram isə bunu elə anlamır. Proqram belə başa düşür ki, ora sən 8 yazmısansa, demək o sıfırlar yazılıb, yəni var. Riyazi olaraq bunlar var. Mənası olsa da, olmasa da. Ona görə burada heç bir xata verməyəcək. Float tipində olmasına baxmayaraq. Və yekun nəticəyə təsir edəndə də nəticə bizə float tipində çıxacaq. Yəni qiymət deyək ki, bayaq sizə göstərdim. 37 idi, səhv etmirəmsə cavab alındı, amma 37.0 deyə göstərdi bizə. Yəni float tipindədirsə 37 olsa belə cavab mütləq ki, sondakı sıfırı, yəni kəsr hissəni göstərəcək orada. Fərqləri bunlardır əslində. Sualımız varmı? Xeyr, yoxdur. Sonra keçək onda dəyişən adlarına. Belə deyək, İngilis dilindən götürək bir nümunə. Siz İngilis dilindən bir söz götürürsünüz. Məsələn, rabbit sözü. Rabbit sözünü bir şagird Azərbaycan dilinə çevirəndə biraz kobud alınır. Rabbit olaraq yazır. Bu, əlbəttə, yazılış qaydasına görə doğrudur. Sintaksis olaraq doğrudur. Amma bir tələbə onu rabbit deyə yazsa, əlbəttə ki, bu tamamilə səhv olacaq, səhv qəbul olunacaq. Proqramlaşdırma da əslində bu məntiqlə işləyir. Proqramlaşdırma dilində məntiqi budur. O bizdən tələb edir ki, dəyişənləri, verilmiş ümumi proqramın strukturu nədirsə, orada olan nə varsa hamısını düz yaz, doğru yaz, qaydalara əməl et. Yəni mən standart olaraq bu alqoritmanı anlayıram. Sən mənim alqoritmanın xaricində bir məntiqsizlik etsən orada, əlbəttə ki, o proqram xata verəcək. Ona görə mütləq ki, sintaksis qaydalara əməl etmək vacibdir. Sintaksis qaydalar arasında olan bir çaşqınlıq, problem proqramın gedişatında da xata ilə rastlaşdıracaq. Dəyişənlərdən danışmışdıq. Dəyişənlərin adı ilə bağlı bəzi bilməli olduğumuz hissələr var. Dəyişənləri, bəli, istədiyimiz kimi adlandıra bilərik. Doğrudur. Ancaq bəzi şərtlərə əməl etmək lazımdır. Bunlardan biri, heç bir dəyişənin əvvəlində rəqəm, ədəd ola bilməz. Məsələn, mən belə deyim, A dəyişəni yazmışdım əvvəl. A bərabərdir 5. Bəli, bu tamamilə doğrudur, bu yazılış üsulu. Ancaq mən 2A bərabərdir 5 yazsam, 2A. Bu A ixtiyar da ola bilər. Məsələn, rəqəm olsun, rəqəm deyək, rəqəm 1, rəqəm 2 kimi dəyişən yazaq. Ancaq qarşısına həmin dəyişənin bir ədəd və ya rəqəm əlavə etsəm, 2, 5, 15, 25 fərq etmir. Əlavə etsəm, bu isə xata olacaq. Yəni proqram bunu xata olaraq qəbul etmiş olacaq. Yəni birinci hissə bizdə doğrudur. Belə qeyd eləyək. İkinci hissə bizdə yanlışdır. Sonra dəyişənlər bəzən uzun ola bilər. Deyək, mən belə bir proqram yazıram. Cüt ədədlərin toplanması deyə bir proqram yazıram. Misal üçün, müəyyən cüt ədədlər daxil olunsun, 5 dənə. Cüt ədədləri seçsin arasından və həmin cüt ədədləri toplasın. Və toplayanda qiyməti cüt ədədlər adlı bir dənə dəyişənə mənə seçsin ki, mən onu ekranda çap eləyə bilim. Bu cüt ədədlər adlı dəyişən görürük ki, adı uzun şəkildə verilib və mən bunu adlandıranda, cüt ədədlər adlı dəyişən yaradanda belə yarada bilərəm. Cüt altdan xətt ədədlər şəklində yaza bilərəm. Bu doğru bir dəyişən adlandırılmasıdır. Misal üçün bərabərdir nəsə müəyyən bir qiymət A plus B şəklində yazıram, ixtiyari olaraq bir qiymət yazıram. Cüt altdan xətt ədədlər artıq bəli, doğrudur. Burada problem yoxdur. Və ancaq yanlış olan tərəfdən biri belə olardı ki, mən cüt
ədədlər dediyim dəyişəndə cütlə ədədlər arasında boşluq buraxardım. Cütlə ədədlər arasında buraxdığım bu boşluq məndə xata olacaq. Sintaksis error verəcək. Yəni bu şəkildə cüt boşluq ədədlər A plus B yazdığım halda bu mənə tamamilə yanlış olaraq sintaksis errorla qarşıma çıxacaq. Sonra digər dəyişən adlandırılmasında fikir verməli olduğumuz sintaksis qaydalardan biri ixtiyarı verilmiş bir dəyişənin qarşısında heç vaxt hər hansısa bir simvol ola bilməz. Misal üçün, mən hashtag A adlı bir dəyişən yaza bilmərəm. Bu yanlış olacaq. Belə bir dəyişən təqdim etmək olmaz. Və ya nida A adlı bir dəyişən yaza bilmərəm. A dəyişəni artıq burada işləməyəcək, sintaksis error olacaq. Və ya faiz A şəklində və s. Yazmaq olar dollara, nə bilim, mötərizə, vurma şəklində. Fərq etmir. Belə yazdığım üsullar da tamamilə yanlışdır. Yəni dəyişənlər belə adlandırılmaz. Bura aydındırmı? Bəli, aydındır. Sonra keçirik növbəti hissəyə. Gördüyümüz bu hissə bizim proqramımızın yazdığımız hissədir. İş sahəmizdir, belə deyək. Biraz kobud bir ifadədir iş sahəsi olaraq. İş sahəsi əsasən kompüter ekranında açdığımız bir iş masasından söhbət gedir. Ancaq bunu da belə adlandıraq özümüz üçün ki, bu proqramımızın bir iş sahəsidir. Və bu iş sahəsində mən nə yazıramsa, bu proqrama təsir edəcək. Ancaq bəzi vaxtlarda indi uzun bir proqram yazırıq, bir plan qurmuşuq və həmin proqramı yazanda qeydlər aparmaq lazımdır. Misal üçün, mən qeyd aparmaq istəyirəm ki, misal üçün, özüm üçün deyirəm, sadə bir proqram yazaq. A bərabərdir, yenə sadə olaraq yazıram ki, daha həm mahiyyətini anlayasınız, həm də sizin üçün qarışıq gəlməsin. Çalışdığım qədər sadə proqramlara üstünlük verirəm. A bərabərdir 5, B bərabərdir 6, sonra C bərabərdir olsun A plus B şəklində yazıram. A plus B, bir də buradan da yazım print C şəklində. Belə yazıram. Əlbəttə bu sadə proqramda burada qeydlər aparmağa ehtiyac yoxdur. Amma fərz edək ki, bunu sadə bir proqram kimi görməyək, burada başqa bir proqram yazılıb. Uzun bir proqramdır, qarışıq, mürəkkəb bir proqramdır. Və mən bu proqramda qeydlər aparmaq istəyirəm. Qeydlər aparmaq istəyirəm ki, məndən başqa bir proqramist də bunu oxuyanda və ya başqa biri də bunu oxumaq istəyəndə elə özüm bir aydan sonra həmin proqrama baxanda anlayım ki, bu 3 ilə 4 ilə 5 sətri arasında mən nəyə üçün bunu yazmışam? Bunun səbəbi nədir? Burada qeyd aparıram. Normalda qeyd aparsam, misal üçün, qeydimiz olsun A və B ədədlərinin qiymətləri. Qeydim budur. Yəni mən bilim ki, bu 3-4 sətrində A ilə B ədədlərinin qiymətlərini yazmışam. Ona görə bu var. A və B ədədlərinin qiymətləri. Deyək, bu şəkildə bir qeyd apardım. Ancaq bu əlbəttə ki, yanlış olacaq. İndi baxaq niyə yanlışdır. Run etsəm, bizdə sintaksis error verir. Invalid syntax deyir. Burada sintaksis əməllərə əməl etmədik. Çünki mən bura nə olsa bir dənə vergül işarəsi belə qoysam, bu mənim üçün error olacaq. Olmaz. Bu tamamilə xatadır. Mən qeyd aparmaq istəyirəmsə, bu zaman hashtag adlı bir metoddan istifadə edirəm. Yəni buna notlama da deyirlər. Hashtag yazıram. Hashtag daxilində A və B ədədləri yazdığım halda artıq bu hashtag daxilində nə yazmışamsa, bu proqrama heç bir maneə törətmir. Proqram ayrı, bu ayrı. Rahatlıqla belə qeydlərimi hashtagla apara bilirəm. Burada yazaq A və B ədədlərinin qiymətləri yazıram bura. Bu hissəyə yazaq A və B ədədlərinin
toplanması. Bu hissəyə də nə yazaq? Yekun nəticə. Belə sadə olaraq qeyd etdim. Artıq run edəndə təbii ki, məndə heç bir problem olmayacaq. Qiymət hesablandı. A-nın B-nin cəmi 11 olaraq ekranda təqdim olundu. Hashtagdan rahatlıqla istifadə etmək olur. Bir də başqa bir dənə not etmə üsulumuz var. Belə düşünək, bizim bu yazdığımız hissə, yazdığımız notumuz bir qədər uzundur. Çox uzundur. Yəni bu sətrə sığmır və ya səliqəsiz görsənir. Mən istəmirəm ki, səliqəsiz şəkildə görünsün. Bu çox uzundur. Bu hissələr də keçir. Baxın, bura qədər gəlir. Deyək ki, özündə bu 3 sətirdən başlayır, 3-cü sətirdən başlayır, 5-ci sətrə qədər bu not edəcəyim bir hissə gəlir. Məsələn, yüksək səviyyəli proqramlar qurulanda orada bu şəkildə notlar etməyə əlbəttə ki, lazımdır ki, proqramist özü üçün not edir ki, mən bunu edirəm, yəni bu buradan gəlir, burada bunu hesablayacağam. Onları qısa bir çertyoz şəklində, plan şəklində not edir. Və əgər mən hashtagın ardında bunu not etmək istəsəm, yeni sətrə keçsəm, baxın, görürsünüz ki, artıq bu notdan keçdi. Yenə proqramın sintaksini pozacaq. Run etsəm, bu hash yazdığım hissəyə görə name, həmin bu işə is not definite deyə xatamız verir, name error olaraq verəcək. Yenə bizdə bir xata alırıq. Bunun qarşısını almaq üçün isə biz üç tərəfli dırnaqlamadan istifadə edirik. Baxın, üç tərəfli dırnaqlama belə olacaq. 3 dənə dırnaq əlavə edirəm. 3 dənə də bura əlavə edirəm. Artıq mən bu dırnaqlar arasında nə yazsam, baxın, nə yazıram, düşürəm yeni sətrə, yenə yazıram. Nə qədər istəsəm yaza bilərəm. Ta ki, bu dırnaqlar açıldı, buradan başlayacaq dırnaqların bağlanmasına qədər. Bağlanan nöqtəsinə qədər hər şeyi yaza bilərəm. Bu, uzun notlarımız etməkdə və bir sıra bəzi qeydlər aparmaqda bizim üçün yardımcı olur. Həmin 3 dırnaqdan. Əgər bir sətri ediriksə, bu şəkildə hashtag bizim üçün yetərlidir. Daha uzun olacaqsa, 3 dənə dırnaqdan istifadə etmək lazımdır. Bura qədər sualınız varmı? Xeyr, yox. Aha. Keçək sonra bəzi məntiqi əməliyyatlara. Onlar da bilməkdə əlbəttə ki, fayda var ilkin anlayış olaraq. Yenə mən AB deməyək. A-ya 5 qiyməti verək, B-yə 6 qiyməti verək və indi burada C bərabər yazaq. Bilirik ki, toplama, vurma, toplama adi toplama üsulu ilə gedəcək. A ilə B-ni toplayırsa A plus B yazırıq. Çıxma yenə A minus B olacaq. Vurma olanda biz ulduz işarəsindən istifadə edirik. Ulduz işarəsi olur vurma əməliyyatı. Bölmə əməliyyatı. Bölmə əməliyyatı 2 dənə üsulla həyata keçirilir. Biri var tam bölmə. Baxın. Tam şəkildə bölürük bunu. Yəni ümumi bölmə deyək, tam bölmə deməyək. 5-i 6-ya bölürük. 5-i 6-ya bölürük. Neçə alınırsa, 0 tam neçə alınırsa, nöqtələr müəyyən bir qiymət alınır. Bu tam bölmə ilə həyata keçirildi. Yəni slash işarəsi ilə. Gəlin hətta bunu run edək. Run edək cavablarını baxaq. Run edə bilmərəm çünki stopu qoymamışam orada. Print etməmişəm daha doğrusu. Stop nə idi? Print C olaraq run edirəm. Görürük ki 0 tam... Printi yazmaq lazımdır proseslərdən sonra. Mütləq. Biz ekrana nəsə yazırıqsa, ekrana nəsə çıxartmaq lazımsa print etmək lazımdır. Çünki proqram anlamalıdır axı. Biz bu proqramın sonunda nə edirik? Print odur ki, verilmiş hesabı ekranda göstər. Yekun nəticəni alırıqsa print etmək lazımdır. Print etdiksə, bu nə etdi? A ilə B-ni bir-birinə böldü. Normal əməliyyatdır. 5-i 6-ya böldü. 0,8 dövrdə 3 qiymətini aldı. Bir də var, başqa bir vurma əməliyyatları var. Deyək ki, mən tam bölmə etmək istəyirəm. Tam bölmə isə 2 dənə slashdən istifadə olunur. Bu dəfə də 5-i 6-ya bölür. 5-i 6-ya bölür. Hətta gəlin 6-nı 5-ə bölərik.
daha tərsi olsun. 5-i 6-ya bölür. Nə qalır yerdə? 5-i 6-ya böləndə 0,8 dövrdə 3. Amma bunun tam hissəsi nədir? 0. Ekranda da 0 olaraq göstərməlidir. Ona görə 2 dənə slash yazırıq. A bölünsün 2 dənə slashlə B. Görürük ki, ekranda nə göstərdi? 0. Yəni normalda qiymət 0,8 dövrdə 3 idi. Tam hissəsi 0 idi. Qalıq hissəsi idi 10,8 dövrdə 3. Bizim burada alacağımız tam hissə 2 dənə slashlə yazdıq və 0 hissəsini bizə qaytarır. Ancaq biz qalığı hesablamalıyıqsa, bu zaman faizdən istifadə edirik. Faizlə də 5-i 6-ya bölür. Qalıq neçədirsə, əlbəttə oradakı tam hissə 0-ı bir kənara qoyur. Qalıq neçədirsə, həmin qalığı da bizim ekranda çapa verəcək. Gəlin A-nı B-yə bölək faizlə. Lan edək. Edir. Neçə etdi? 5. 5-i 6-ya böldü. Hətta 6-nı 5-ə bölək. Burada biraz gedir, sıfırlara çıxır. 6 bölünsün 5. Yəni B bölünsün 0 kimi götürürük. Run edək. Neçə oldu? 1. 6-nı 5-ə böləndə qalan hissə qalıqda 1-dir. Həmin hissəni də bizə vermiş oldu. Bu şəkildə. Ümumi bölürsə slash 2 dənə slash isə tam bölür. Faiz işarəsi isə qalıqlı bölmüş olur. İndi sizə yeni linki göndərim. Orada qoşulun, davam edək. Çünki Zoom-da 40 dəqiqə olur hər bir linkin vaxtı. Göndərim yenidən, davam edirik. Aha. Bölmə əməliyyatlarından danışdıq. Sonra başqa qüvvətə yüksəltmə əməliyyatından danışaq. Qüvvətə yüksəltmə əməliyyatı. Qüvvətə bilirik ki, bir üstü riyaziyyatda necədir ki, məsəl üçün biz 5/6 göstərmək istəyirik. 5/6 göstərəndə nə edirəm? 5-i 6 dəfə bir-birinə vurmaq deməkdir. 5/6, 5 vurulsun 5, vurulsun 5, yenə 5, yenə 5, yenə 5. 6 dəfə 5-i özünə vururuq. Bunu göstərəndə Python dilində bu dəfə 2 dənə vurma işarəsi ilə işarə etmək lazımdır. Yəni bu da 2 dənə ulduz işarəsi əvəzləyir. Bu zaman bizim üçün 5/6-nı, hətta 6/5-ə hesabladı burada. Çünki B üstü A deməkdir. Əgər qarşıda nə varsa, öncə biz 5/6 yazmaq istəyiriksə, nə olacaq? Demək, birinci A-nı yazacağam. A-nın. Çünki A-ya mən 5-i mənimsətmişəm. 5-in üstü qüvvət. Yəni 2 dəfə vurma qüvvətə yüksəldir. Nə olacaq? B. Bu zaman 5/6 kimi oxuyur. Və run edəndə də print C-yə görə ekranda 15625 deyə bir qiyməti mənim üçün ötürdü. Sonra digər bir üsullardan ABS-i tanıyaq. ABS modul deməkdir. Bilirik ki, deyək bir mənfi ədəd daxil etmişik. Amma istəmirik cavab mənfi çıxsın. O zaman həmin mənfini modula daxil etmək olar. Onu da belə yaza bilərik. Misal üçün mən burada 5-6 deyil də A-ya 5 mənimsədim. B-yə isə -6 mənimsədim bu şəkildə. B-yə -6 mənimsədirəm.
Bu zaman C bərabərdir. Belə yazaq. Böyük ehtimal ki, alınar belə də. A vurulsun. A vurulsun. ABS nə olsun? B olsun. A-nı B-yə vuracaq. Ancaq bu dəfə B-ni modula daxil edəcək. Normalda 5-i -6-ya vuranda -30 ekranda çap olunmalıdır. Ancaq 5-i vurur, -6-ya deyil də -6-nı modula daxil edir. Və moduldan da bilir ki, müsbət qiymət çıxır. Yəni 6 olaraq çıxacaq. 5-i 6-ya vurub 30 olacaq. -30 deyil. Baxırıq, bəli, çalışdı, tamamilə doğrudur. Print etdi, gördük ki, 5-i vurur, -6-nı modula salır, edir müsbət 6 və 6 dəfə 5 də 30 olaraq mənim üçün qiyməti qaytarır bu şəkildə. Başqa, toplama, vurma, ABS, sonra kökalta... Necə saldınız onu? Görmədim. Modula bu şəkildə yazıram ABS komandasını, ABS, sonra mötərizə yazıram. Mötərizə daxilində hansı ədədi, yəni hansı qiyməti əgər mən modula salmaq istəyirəmsə, onun dəyişənini bura yazıram. Mən -6-nı nəyə mənimsətmişəm? B-yə, doğrudurmu? Demək mən ABS-in daxilinə B-ni yazmalıyam. Yəni B dəyişəni burada modulda yazılmalıdır. Sonra kökaltıya baxaq. Kökaltı bilirik yəqin ki, müəyyən bir qiymət olur. Onu kökaltına salırıq. Neçə üstü qüvvət şəklində istəsək sala bilərik. Məsələn, kökaltında 3 şəklində, misal üçün. Kökaltında 3-dən heç nə çıxmır. Məsələn, kökaltında 4 daxil etsək, kökaltında 4-dən nə olur? 2 olur. Misal üçün, belə bir qiyməti yazsaq, gəlin onda buranı dəyişək, buranı silək. A-ya mənimsədirəm 4 qiyməti. A-ya 4 qiyməti yazanda, kök altına salanda SQRT-dən də istifadə etmək olur. SQRT adlı bir komandamız var, belə yazılır, SQRT. Ancaq bu match modulu ilə daha yaxşı işləyir. Import match kitabxanasını çağırmaq lazımdır bura. Onu da gələcək dərslərdə inşallah baxanda orada izah edərəm. SQRT komandasında birbaşa olan necə işləyir. Bunun əvəzinə də biz vurma əməliyyatı ilə də bunu icra edə bilirik. Bilirik ki, kök altında nə deməkdir? Kök altında 4 nə deməkdir? Demək 4-ü qüvvətə yüksəlt 2də 1 əsasdan. Bu nə deməkdir? 4-ün üstü 2də 1 eləyir kök altına 4. Yəni 4-ü kök altına salmaqdır. 4 üstü 2də 1 demək bərabər olur kök altında 4-ə. Bu iki ifadə bir-birinə bərabərdir. Eyni üsulu mən burada tətbiq edirəm. Demək 4-ün qarşısına nə dayanıb? Yəni 4 hansı dəyişənə mənimsədilib? A dəyişəninə. A-nı qüvvətə yüksəlt 1/2. 2də 1 qədər. Və print olaraq C-də verəndə artıq 2-ni mənim ekranımda verəcək. Print eləsəm 2.0 olaraq ekranda göstərdi. Bu şəkildə. Yəni proqramımız tam olaraq çalışır. Başa düşdükmü bura qədər? Sualınız varsa buyurun deyin. Axırıncını bunu başa düşmədim biraz. 2də 1 bunu kök altına saldıq. Sonra 2də 1 nə olur bəs? 2də 1 riyazi qaydamızdır bizim. Riyazi olaraq biraz başa düşmədim. Deməli kök altına saldıq, çıxdı 2. Bəli. Belə 2də 1 sonra nə oldu? 2də 1 o 2də 1 kök altına salmaqdır. 2də 1 bəli, qüvvəti yüksəldirsə o kök altı deməkdir. Müəyyən bir A ədədi olsun. A ədədi. Bunu mən bu A ədədini kök altında A göstərmək istəsəm, belə də yaza bilərəm. A üstü 2də 1. Çünki A üstü 2də 1 nə deməkdir? Başa düşdüm, müəllim, başa düşdüm. Yəni bu hissədə 2də 1 olur da. Anladım. Bəli. Sonra bu hissəyə görə. Bu riyaziyyatda bildiyimiz hissədir. Burada sadəcə olaraq burada tətbiq elədik proqramın. Proqram ümumiyyətlə riyazi ayda nə varsa, riyazi baxımdan nə varsa tətbiq eləsə 100% olaraq çalışır. Heç bir problem olmur. Tək ki, doğru şəkildə tətbiq eləyəsən.
Tamamdır. Sonra keçək hansı hissəyə baxaq. Tiplərdən danışdıq. Biraz da məntiqi operatorlara sonra baxarıq. Gəlin sətir tiplərinə baxaq. Biz dərsin başından bəri ədədlərlə işləyirdik. Müəyyən bir ədədlər mənimsədirdik, tam ədədlər mənimsətdik, bir də kəsr ədədlər, float tipində kəsr ədədlər mənimsətdik. Bir də sətirlər var. Sətirlər də bizə lazımdır. Misal üçün bir proqram olar, ixtiyari bir proqram. Və bu proqramda müəyyən hərflərlə işləmək lazımdır bizim üçün. Hərflər daxil etməliyik. Burada belə daxil edirik. Deyək A dəyişəni olsun. A dəyişəninə mən sətir daxil edəndə qoşa dırnaqdan istifadə edəcəm. Qoşa dırnaq nə edir? Verilmiş A dəyişəninə deyir ki, A dəyişəninə mən sətir əlavə edirəm. Yəni müəyyən bir söz əlavə edirəm, belə deyək. Burada bir ədəd olmayacaq. Qoşa dırnağı qoyuram. Qoşa dırnağı istəsəz kompüterdə belə olur. 2 dənə dırnaq, 2 dırnaq, 2 dırnaq şəklində yazsaz doğrudur. Birbaşa bir dırnaq şəklində yazsaz doğrudur. Yəni burada heç bir xata olmur. Bu barədə narahat olmayın. A bərabərdir. Dırnaq yazıram. Misal üçün Azərbaycan sözünü daxil edirəm. Azərbaycan sözü nə olacaq? A dəyişəninə mənimsədilir. Sonra B adlı bir dənə dəyişən yazıram. Yazıram bura Respublikası. Respublikası. Azərbaycan sözü A dəyişəninə mənimsədildi. Respublikası sözü də B dəyişəninə mənimsədildi. Ədədləri toplayanda bilirdik ki, normal riyazi qaydadır. 2 dənə verilmiş ədəddir, 3-dür və ya 4-dür. Mən A-ya 3 mənimsətsəydim, B-yə 4 mənimsətsəydim, 3 ilə 4-ü toplayıb 7 qiymətini alardım. Ancaq sətirlərin toplanmasında biraz fərqli olacaq. Sətirlərin toplanması verilmiş sətirlərin birləşməsi deməkdir. Misal üçün, mən topla adlı bir dənə dəyişən yaradıram burada. Özümdən qoyuram bu toplanı. Siz cəm də qoya bilərsiniz. Başqa bir dəyişən adı da yaza bilərsiniz. Fərq etmir. Topla olaraq sadəcə məntiqi olaraq getsin. Ona görə topla əlavə etdim. 100% ki, bunu istifadə etmək lazım deyil. Topla bərabərdir. A ilə B-nin cəmini hesabla mənim üçün. A ilə B-nin cəmini hesabla. Bu zaman A dəyişənində olan Azərbaycan sözü üzərinə gələcək. B dəyişənində olan Respublikası sözünün üzərinə. Və mənim üçün ekranda çap et ki, print topla. Azərbaycan Respublikasını mənim üçün ümumi olaraq verməlidir. Run edəndə görürük ki, Azərbaycan Respublikası deyə yazıldı. Ancaq yazı stili biraz səliqəsizdir. Burada çatmayan bir hissə var. O da arada boşluq yoxdur. Azərbaycan və Respublikası sözləri bitişik yazılıb. Bunun qarşısını almaq üçün müxtəlif üsullar yoxlamaq olar. Misal üçün, mən A ilə B-ni toplayanda bura boşluq da, dırnaqla boşluq da ata bilərəm və ya belə də etmək olar. Ən rahat üsullardan biri. Əgər söz qısadırsa, bu daha məqsədə uyğundur. Azərbaycan sözündən sonra bir dənə boşluq buraxıram. Çünki, axı, belə düşünün, daha yaxşı anlayacaqsınız. Azərbaycan sözünün üzərinə mən Respublikanı gəlirəm axı. Mən bura boşluq buraxsam, bu boşluq da sayılacaq. Yəni, Azərbaycan boşluq Respublikasını birləşdirmiş olacaq. Nəticə etibarı ilə Azərbaycan və Respublika arasında bir boşluq yaranacaq ekranda çap edəndə. Yəni, buradakı hissə tam olaraq buradan gəlir. Və ya belə də etmək olardı. Mən Respublikasından əvvəldən bir boşluq buraxardım. Bu halda da etmək olar. Ya Azərbaycandan sonra boşluq və ya Respublikadan sonra boşluq. Run etsək, bu zaman isə Azərbaycan boşluq Respublikası şəklində səliqəli formada bir yazı əldə etmiş oluruq. Sonra gələk istifadəçi tərəfindən sətirlərə bir söz əlavə etməyə. Misal üçün, bayaq biz integer inputdan danışanda dedik ki, integer tipində qiymətləri inputla daxil edə bilərəm.
və ya inputla floatla float input yazaram. Terminal pəncərəsində kəsr qiymətləri daxil edərəm. Yəni input komandasının köməyi ilə. İndi isə sətirləri mən istəyirəm ki, terminal pəncərəsinə daxil edim. Yəni məndə terminalda əvvəl danışdığımız kimi A bərabərdir yazılsın. A bərabərdir, mən terminalda 5 qiyməti mənimsədirdim bura. Sonra enter eləyirdim, B bərabərdir 6 qiyməti mənimsədirdim. Sonra əməliyyat yerinə yetirilirdi. İndi isə belə olsun. Eyni şəkildə bu dəfə ədədlər deyil, orada söz əlavə edə bilirəm. Yəni A bərabərdir, sözü yazım, B bərabərdir, sözü yazım. Bu zaman nə olacaq? Bu zaman belə olar. A bərabərdir, heç bir tip əlavə etməyik. Fikir verirsinizsə, daha əvvəl biz burada tip əlavə edirdik. Integer input, sonra mötərizə, sonra B bərabərdir integer input bu şəkildə və ya float input. Ancaq sətir daxil edirəmsə, əvvəlinə string input deyə yazmağa ehtiyac yoxdur. Elə input olaraq da yazsaq proqram bunu qəbul edir. Input yazın misal üçün ilk sözü daxil edin. İlk sözü daxil edin. Sonra B bərabərdir, yenə input yazım. İkinci sözü daxil edin. Daxil edin. Burada qoşa nöqtə və bir dənə də boşluq buraxırıq ki, səliqəli bir yazı stili əlavə edək. Burada nə olar? Demək, run etsək, hətta gəlin burada bir boşluq da buraxaq. Çünki sonra sözlərimiz yanaşı yazılmasın. Plus, burada boşluq buraxdıq, yəni A ilə B toplanacaq, o mərkəzdə olan boşluqdur. Mərkəzdə olan boşluqdur ki, yanaşı yazılmasın. Run etsək. Dırnaqları qoymasam boşluq olmayacaq. Yox, boşluq olmayacaq. Bitki yazılacaq həmin vaxt. Bəli. Dırnaqları qoymasam. Dırnaqları qoymasaq, gəlin elə göstərək. Stop edək. Buranı silək. Run edirəm. İndi yazıram bura proqramlaşdırma ya da Python yazıram. İlk sözü daxil edin yerinə mən Python yazıram. Gördünüz, ekranın terminal pəncərəsində həmin qeyd hissəsi açıldı. Bayaq A bərabərdir qiymətləri yazırdıq. Bu dəfə isə mən qiymət deyil, sətir daxil edirəm bura. Sətir tipində söz daxil edirəm. Enter edirəm. Bu zaman proqramın bu hissəsi oxunur. B bərabərdir input hissəsi oxunur. Burada yazıram Python proqramlaşdırma deyək. Nə oldu? Stop. Stop rejiminə keçdim. Bir dəqiqə. Problem deyil. İlk sözü daxil etdik. Python, ikinci sözü daxil etdik. Olsun proqramlaşdırma. Python proqramlaşdırma. Fikir verin. Enter edəndə Python proqramlaşdırma bitişik şəkildə yazıldı. Bu səliqəsiz bir yazı üsuludur. Əlbəttə belə yazanda, çünki axı oxumayacaq. Burada heç bir boşluq olmadığına görə bu birbaşa olaraq bunu bitişik yazır. Bizim bu terminalın içərisində də bunu düzəltmə şansımız yoxdur. Burada boşluq əlavə edək. Elə bir şansımız yoxdur. Ona görə belə edə bilərik. Boşluq yazarıq. Bu dəfə də plus şəklində plus B yazarıq. Yenə eyni sözü yazsaq Python proqramlaşdırma. Bu zaman isə arada bir boşluq buraxacaq. Python-la proqramlaşdırma arasında boşluq buraxıb elə bizim üçün çapa verir. Eyni üsuldur deyə artıq bir də terminalda yazmıram. Bura qədər hər şeyi başa düşdükmü? Bəli, başa düşdüm. Əla. Keçək növbəti onda hissəyə. Inputdan danışdıq, sətirlərdən danışdıq. Keçək print hissəsində qeydlərə. Fikir verdinizsə əgər, A hissəsində biz burada qeyd apardıq. Terminal pəncərəsində ilk sözü daxil edin, ikinci sözü daxil edin və ya A bərabərdir şəklində yazdıq, qeyd apardıq. Print hissəsində də o qeydi apara bilərik. Misal üçün, mən yazmaq istəyirəm ki, iki misalın toplanması və ya cəm bərabərdir. Bu şəkildə qeyd aparmaq istəyirəm. Daxil edim integer
həm də bildiklərimizi birləşdirək. Burada integer input şəklində integer input A bərabərdir. Bu A qiymətini mənim üçün ekranda çağırmağım üçün xüsusi bir qeyd olacaq. Deyəcək ki, A bərabərdir, qiyməti daxil edin. B bərabərdir, yəni integer input şəklində. Burada da B bərabərdir kimi yazıram. Və cəm adlı bir dəyişən də yaradıram. Cəm bərabərdir, A ilə B-ni topla. A ilə B-ni toplayırıq. Və print edək. Mən iki dənə üsul istifadə edərək nə edə bilirəm? Burada çap zamanı qeyd apara bilərəm. Bir F stringləmə üsuludur. Azərbaycancaya çevirsək F sətirləmə, ingiliscədə isə F stringləmə olaraq gedir. Yəni ikisi də eyni məsələdir. String də zaten sətir deməkdir. Yəni müəyyən bir sözü daxil etmək üçün sətirlərdən istifadə mənasına gəlir. Burada F sətirləmədən də istifadə etmək olar və ya adi mötərizə ilə də ayırıb yazmaq olar. Yəni belə edə bilərik. Yenə dırnaq yazırıq. Bu dırnağımız nə olur? Fikir verirsə bu dırnaq, burada da dırnaq əlavə etmişik. Yəni bunlar söz olaraq oxuyacaq artıq. Dəyişən olaraq oxumur bu hissələri. Söz olaraq oxuyuq. Yazıram ki, cəm. Cəm 2 nöqtə qoyuram. Və bundan dırnaqdan çıxıram. Dırnaqdan çıxdıqdan sonra vergül qoyuram. Vergül qoyuram və cəm dəyişənini bura yazıram. Baxın, qarışdırmayaq. Bu cəm dəyişənidir. Bu cəm qeydi ilə cəm dəyişəni arasında vergül qoymuş oluram. Yəni yazılacaq cəm 2 nöqtə, gəlib burada cəm dəyişənindən nə mənimsədilibsə, onu ekranda göstəriləcək. Cəmin də qiyməti nədən asılıdır? A ilə B-nin toplanmasından. A ilə B-nin qiymətləri toplanacaq, ötürəcək cəmə. Nəticə etibarilə də ekranda yazılacaq cəm 2 nöqtə, cəmin qiyməti. Run edək. A bərabərdir. Misal üçün mən 10 qəbul edirəm. Integer tipindədir, bəli. 10 olaraq qəbul edirəm. Enter etdim. İndi B bərabərdir integer inputdur. B bərabərdir yazaq 15 qiyməti. Baxın, yenidən enter edirəm. Bu dəfə birbaşa 25 qiymətinin yerinə mənə həmin yazdığım cəm hissəsini də ekranda göstərir. Bu hissəni bizim üçün göstərir. Yazır ki, cəm 2 nöqtə 25 şəklində. Belə bir üsuldur. Burada istədiyimiz sözü əlbəttə ki, yaza bilər. Hətta bir qədər boşluq çox buraxmışam deyə. Cəmlə bu qiymət arasında fərqlər var. Birinə 4 daxilinə, birinə 1. Bu dəfə biraz daha yaxındır. Bayağı əvvəl daha uzaq idi bir-birlərindən. Belə. Sonra F sətirləmə var. F sətirləmədən də istifadə etmək olar. F sətirləmə əsasən həm də dəyişənləri ayrıca oxumaq üçün istifadə olunur. Yəni bir çox dəyişən olur. Bir qədər mürəkkəb proqramlarda bir çox dəyişən olur. Həmin dəyişənləri bir print daxilində yazıb birləşdirmək üçün, həmin o qeydlərlə birləşdirmək üçün F sətirləmədən istifadə olunur. Gələcək dərslərimizdə ona aid proqramlar işləyəndə daha ətraflı baxarıq o hissəyə. İndi əsas mahiyyətini öyrənək ilkin olaraq. F sətirləmə nə üçündür? F sətirləmədə misal üçün mən yazıram 2 ədədin cəmi və 2 ədədin cəmi deməyək, A və B ədədlərinin cəmi. Burada boşluq buraxdım və bəzəkli mötərizədən istifadə edirəm. Bəzəkli mötərizənin daxilində mən A və B ədədlərinin cəmi deyirəm ki, ədədidir. Hətta burada yazaq, ədədidir. A və B ədədlərinin cəmi ədədidir. Hansı ədəddir? Bunu necə biləcəm? Bu zaman nə mənimsətmişəm sonra həmin dəyişəni bəzəkli mötərizə içərisində yazıram. Cəm ədəddir. Yəni gəlib mən A-ya misal üçün 5 qiyməti versəm, B-yə 10 qiyməti versəm,
A ilə B-nin cəmi 10 ilə 15-in cəmi 15 hesablayacaq və 15 qiymətin cəmə mənimsədir. Və print deyir ki, A və B ədədlərinin cəmin qiyməti neçə idi? 15. 15 ədədidir deyə ekranda yazılacaq. Yəni F sətirləmə bu kimi hissələri terminal pəncərəsində çap etməyə bizə kömək edir. Gəlin indi bunu icra edək praktiki şəkildə. Run A ədədi daxil etsəm 10, B ədədi daxil edirəm 5 və nə deyir? Deyir ki, A və B ədədlərinin cəmi 15 ədədidir deyə ekranda göstərir. Bura qədər yəqin ki, sualımız yoxdur. Varsa da buyurub deyə bilərsiniz. Aha. Onda keçək digər hissələrə. F sətirləmədən də məlumatımızı verdik. Burada da müəyyən məlumatlarımız oldu. Sonra qısaca şərt operatorlarına aid bir qədər məlumat verək. Sonra gələn dərsdə şərt operatorları haqqında daha ətraflı danışarıq. Şərt operatorları yenə ingilis dilli olacaq. If əgər deməkdir, bildiyimiz kimi. Sonra digər şərt operatorumuz isə else-dir. If, else bizim əsas şərt operatorlarımızdır. Ancaq proqramlaşdırma dillərində if və else kifayət etmədiyi üçün tarixən if və else-nin birləşməsindən elif adlı bir dənə daha şərt operatoru yaradılmışdır. Buradakı fərqlər nələrdir? Müəyyən bir şərt verir. Misal üçün A və B ədədləri verir. Və deyir ki, əgər A ədədi B ədədindən böyükdürsə, misal olaraq bu əməliyyatı icra et. Bir əməliyyat olsun. A ədədi B ədədindən böyükdürsə, bu əməliyyatı icra et. Bir hesablama olsun, vurma olsun və s. Ancaq A ədədi B ədədindən böyük deyil. Bu zaman nə olacaq? Düşəcək elif hissəsinə. Və elif hissəsinə deyəcək ki, B ədədi A ədədindən böyükdürmü? B ədədi A ədədindən böyükdürsə, o zaman fərqli bir əməliyyat olsun. Onu icra et. Və iki dənə şərt də yanlışdırsa, if də yanlışdır, elif də yanlışdır, ödənmədisə, else hissəsinə düşəcək. Əks halda digər əməliyyatı icra etmiş olacaq. Yəni, öncə if-ə baxırıq, sonra elif varsa elifə baxırıq, yoxdursa baxmırıq əlbəttə ki. Və bütün istiqamətlərdə əksi təqdirdə biz birbaşa keçid etməliyik hara? Else-yə. Ya if-dən birbaşa if ödənmədisə else-yə keçirik, əgər elif yoxdursa. Amma elif varsa, öncə if-ə baxırıq, sonra elifə baxırıq. If və elif ödənmədiyi təqdirdə else hissəsinə keçid alırıq. Gəlin buna aid qısa bir proqram tərtib edək bura. Daha ətraflı gələn dərsimizdə baxarıq. If, elif, else-nin yazılış qaydası var, yazılış sintaksisi var. If-də, misal üçün biz 2 dənə qiymət daxil edək. A-ya 5 deyək, B-yə 10 deyək. Deyək ki, if, əgər A böyüksə B-dən, A böyüksə B-dən. Böyük və kiçik işarələri çox izah etmədim. Zaten bildiyimiz işarələrdir. A böyükdür B və ya A kiçikdir B. Bunları bilirik böyük ehtimal ki. Və bir də bərabərdir. Onu əsas izah etmək olar. A böyük bərabərdir yazanda, A böyükdür, yanında bərabərdir yazmaq lazımdır. Və ya A kiçikdir bərabərdir yazanda, A kiçikdir, yenə sağ tərəfdə bərabərdir yazmaq lazımdır. Bunu belə yadda saxlayın, hər dəfə bərabər sağa keçir. Ümumiyyətlə, bütün hissələrdə bərabər sağa keçir. Misal üçün, bərabər deyil yazsaq, bərabər deyil nida olaraq yazılacaq və nəyin qarşısında nida varsa, o not deməkdir.
Yəni bunun əksi prosesi deməkdir. Demək A B-yə bərabər deyil. Bütün hallarda bərabərdir. Həmişə özündən əvvəlki simvolun sağında dayanacaq. Yazaq A böyükdür, hətta böyük bərabərdir B yazaq. A böyük bərabərdirmi B-dən? Bunu yazdıqdan sonra mütləq ki, növbəti etapda 2 nöqtə qoymaq lazımdır. 2 nöqtə qoymadığımız halda sintaksis error almış olarıq. A böyük bərabərdirmi B? Yazdıq. Sonra yazarıq C bərabərdir. Bu zaman A ilə B-ni hasilini tap mənim üçün. Bir də deyək ki, gəlin elif də əlavə edək. Bir də olsun elif. Elif deyək ki, B böyük A kiçik bərabərdirmi B? A kiçik bərabərdirmi B? Elifdə də yenə fikir verin. 2 nöqtəni qoymaq lazımdır proqram bitdiyində. 2 nöqtə qoyuruq, düşürük elifin şərt gövdəsinə. Bu hissə adlanacaq şərt operatoru, if hissəsi, ifin şərti. Bu hissə isə, baxın bu hissə adlanacaq şərt gövdəsi, şərtin gövdəsi. Artıq ora müraciət edilir. Elifdə deyirik ki, nə? A kiçik bərabərdirmi B-dən? Kiçik bərabərdirsə B-dən nə hesabla mənim üçün? Misal üçün A ilə B-nin cəmini tap. Deyək ki, bunlar da uyğun gəlmədi. Else olsun. Else-də heç vaxt müəyyən bir şərt qoyulmur bura. Biz else-də durub da, məsələn, A bərabərdir B, A bərabərdir B, bunlar kimi belə bir yazılış üsulu yazsaq, təbii ki, bu bizə xata olacaq. Bunu heç vaxt etməyin. Else-də birbaşa olaraq 2 nöqtə qoyulmaq lazımdır. Else 2 nöqtə. Keçirik else-nin şərt gövdəsinə. Else-nin şərt gövdəsində yazaq. C bərabərdir. Misal üçün A-dan çıx B-ni. A-dan çıx B-ni şəklində. Və ya hətta bunu ABS olaraq da yazmaq olar. ABS deyək. ABS yazıram ki, mən bilmirəm axı A-nı böyük daxil eləmişəm, yoxsa B-ni. Misal üçün mən A-ya 5 versəm, B-yə 10 versəm, 5-dən 10 çıxıb -5 yazacaq. Amma -5 qiymət istəmirəm. İstəyirəm ki, hansı böyüdürsə, elə onun da həmin böyüdən də kiçiyi çıxsın. Ona görə modul atıram qarşıya. Yəni mənfi qiymət alansa da müsbət olaraq mənim ekranımda çapa verəcək. Gəlin indi run edək. Run etdik. Biz printi vermədik orada. Printi verək. Printi vermədiyimiz halda belə bir boşluq qalır. Program finish with exit code. Yəni heç bir əlavə kodumuzu əlavə etməmişik buraya. Sonluqda print vermək lazımdır. Print olsun. Nəyin üzərinə mənimsətmişikəmsə? C-nin üzərinə mənimsətmişik. Ona görə C olaraq yazıram bura. Gəlin run edək. Son qiymətə nəticəyə baxaq. Son qiymətimiz 15 alındı. Niyə? Gəlib yoxlayacaq. A böyük bərabərdirmi B-dən? A-ya 5 qiyməti vermişəm, B-yə 10 qiyməti vermişəm. A böyük bərabərdirmi B-dən? 5 10-dan böyük bərabərdirmi? Böyük bərabərdirmi ondan? Xeyr, 5 10-dan böyük bərabər deyil. Ona görə bu hissə ödənmir. Bu hissə ödənmədiyinə görə if-in şərt gövdəsinə daxil olunmur. Bura öz mahiyyətini itirir. Proqram keçir növbəti sətrə, elif hissəsinə. Elif deyir, A kiçik bərabərdirmi B-dən? 5 kiçik bərabərdirmi ondan? Bəli, 5 ondan kiçik bərabərdir. O zaman elifin şərt gövdəsinə müraciət olunur. Və burada C bərabərdir, A ilə B-nin cəmi tapılır. 5 ilə onun cəmi 15 olaraq alınır. Və alınan bu hissə də sonra harada hesablanacaq? Deyir ki, print elə C-ni. Yəni 15-i C-nin qiymətini çapa ver. O da 15 qiyməti olduğuna görə 15-i də ekranda görürük. Bu şəkildə. Mütləq ki, yazdığımız üsulları eyni şəkildə yazmaq lazımdır. 2 nöqtə bu şəkildə yazılmalıdır. Burada da yazanda, baxın, əlavə nöqtələr qoymaq olmaz. Bunlar sintaksis error və ya mənimsətmə zamanı etdiyimiz xətalar. Print zamanı yanlış adı çapa versək, bu kimi vəziyyətlər bizdə
Bir dənə söz soruşum. Burada else-də var, A çıxılsın B. Orada da 5-dən 10 çıxanda mənfi 5 elədiyinə görə də onu da götürməyib də düzdür? Orada artıq ora müraciət olunur. Belə deyək. Biz A-ya 5 qiyməti vermişik, doğrudurmu? B-yə də 10 qiyməti vermişik. B-yə də vermişik 10 qiyməti. Əgər eyni sütun üzrə, eyni səthi üzrə baxın, belə gedirsə, alt-alta fikir verin yerlər. Baxın, burada sizin üçün qırıq xətlərlə göstərin. Qırıq xətlərlə göstərsə, sonra gəlib gələyir. Səs gəlmir. Səs yoxdur. Səs gəlmir. Gəlmir səs. İndi gəlirmi səsim? Bəli, gəlir. Aha. Biz A-ya daxil etmişik 5 qiyməti, B-yə daxil etmişik 10 qiyməti. Və görürük ki, if, elif, else qırıq xətlər üzərində göstərdim ki, hamısı eyni sətir üzrə düzülüb. Yəni burada belə deyək, incə bir məsələdir. Orada hər birinin alt-alta düzülməsinin belə müəyyən bir rolu var. Bu if-ə aid hissədir. If-dən sonra gəlir elif, əlifdən sonra gəlir else. Baxın, alt-alta necə düzülüb? Eyni xətt boyunca düzülüb. Qırıq xətlərə fikir verin, seçdiyim qırıq xətlərə. Burada hamısı eyni xətt boyunca düzüldüyü üçün if-dən sonra if ödənmirsə, gəlib yoxlayır. 5 ondan böyük bərabərdirmi? Xeyr, 5 ondan böyük bərabər deyil. Ona görə avtomatik olaraq ifin altında nələr yazılsın, dastan yazılsın belə deyək. Nə yazılmasından asılı olmayaraq artıq o hissə bizim üçün mahiyyətini itirir. Ora biz baxmayacağıq. Proqram bura baxmır. Proqram keçir if-dən sonra gələn elif bölməsinə. Elif bölməsinə baxır. Deyir 5 kiçik bərabərdirmi B-dən? Yəni 5 kiçik bərabərdirmi 10-dan? Bəli, 5 10-dan kiçik bərabərdir. Ona görə başlayır C hissəsinə baxmağa. C komandasına baxmağa. C də bərabərdir A ilə B-nin cəmi. 5 ilə 10-un cəmi neçə edəcək? 15. 15-i tapdı. Biz artıq bu qiyməti tapdıqsa, proqram keçir birbaşa printə. Niyə printə keçir? Niyə else-yə baxmır? Bunu belə izah edək. Qırıq xətləri ona görə çəkdim ki, bilək ki, if-dən sonra elif, elifdən sonra else. Bunlar bir-birini əvəzləyən hissələrdir. Yəni biri yoxdursa, əvvəlki öz funksiyasını itiribsə, birinci hissə deyək if, ikinci hissəni deyək elif, üçüncü hissəni deyək else. Birinci öz funksiyasını itirdisə, keçir proqram baxır ikinci hissəyə. İkinci hissə elifdir. Baxdı ikinci hissə. Ödədisə, artıq bu else-yə baxmayacaq. Çünki else o zaman baxılır ki, nə if, nə elif icra olunmur. Nə if, nə elif icra olunmursa, else əks halda komandası işə düşür. Şərt operatoru işə düşür. Bu zaman else-nin şərt gövdəsinə müraciət gedərdi. Amma biz qiyməti almışıqsa, elifdən və ya if-dən hər hansısa biri işləyibsə, artıq else-də dayanır. Else-yə də heç müraciət getmədən birbaşa proqram daxil olur çapa. Çapa daxil olur və 15-in qiymətini bizim üçün ekranda verir. Yəni burada A çıxılsın B-dən asılı deyil bu. A çıxılsın B. Biz indi gəlin başqa bir qiymət qoyaq. Deyək ki, eyni qiymətlər qoyaq. Eyni qiymətlər qoyaq. Run eləyirəm. Run eləməyim daha doğrusu. A-ya da 10 qiyməti verim, B-yə də 10 qiyməti verim. Gəlib yoxlayacaq. 10 ondan, daha doğrusu bunu bərabər də etməyək. Bunu böyükdür, bərabər. Böyükdür, kiçikdir, bərabərdir götürək. Çünki böyükdür, bərabərdir, kiçikdir, bərabərdir. O deməkdir ki, bərabər olduğu halda da oxuyacaq. A-ya 10 qiyməti verirəm. B-yə 10 qiyməti verirəm. İkisi də 10 olduğu üçün bu nəyə daxil olacaq? A böyükdürmü B-dən? Xeyr, A B-dən böyük deyil. Ona görə if-ə daxil olmur. Keçir elif hissəsinə. A kiçikdirmi B-dən? A B-dən kiçik olmağına görə. 10 ona bərabər olduğu üçün
elif hissəsi də işləməyəcək. Birbaşa keçir else hissəsinə. Əks halda, yəni prosesə keçir. Əks halda da burada ABS olmasına baxmayaraq, hətta ABS-i silək. Çünki artıq məntiqi mahiyyətini itirir. Ondan 10 çıxanda mənfi qiymət alınmayacaq. C bərabərdir A çıxılsın B. Ondan çıx 10-u. Ondan 10-u çıxacaq, 0 qiyməti alınacaq və ekranda da 0 vermiş olur. Gəlin run eləyək proqramımızı. Run edirik və ekranda 0 qiymətini bu sayədə alırıq. Yəni bundan əvvəl, else-dən əvvəl biz elifə və ya if-ə müraciət etmiş olsaydıq, proqram bunların hər hansısa birinə müraciət etmiş olsaydı, else-yə daxil olmazdı. Və ya gəlin indi bir başqa hissələ quraq. Bu dəfə isə A-nın B-dən böyük qiymətini götürək. Daha əvvəl B-ni A-dan böyük götürdük. Elif çalışdı. If çalışmadı. Else çalışmadı. İndi A-nın B-dən böyük götürək. Bu zaman 20 böyüdürmü ondan götürəcək? 20 ondan böyüdür, doğrudur. C bərabərdir A ilə B-nin hasilini tapacaq. 20-ni ona vuracaq, 200 tapır. Və gəlib baxır elif hissəsinə, artıq baxmır. Çünki if əgər ödəndisə, bu zamanda elifə də, else-yə də baxmayacaq. Elif də, else də öz funksiyasını itirmiş olacaq. If A böyüdür B-dən, doğrudur, 200 alındı cavabı və print də C olaraq ekranda 200-ü göstərəcək. Gəlin, run edək. Run etdiyimiz halda 200 ekranda göstərilir. Başa düşdükmü? Və yəni ki, ən birincidə hansı ödənilirsə, onu qeyd edir də, düzdür? Bəli, belə demək olar. Hansı ödənilirsə, artıq o işləyəcək. Ödənmədiyi təqdirdə onları keçir. Ödənmədiyi təqdirdə həmin hissələrə baxmayacaq zaten. Bu if ödənirsə, artıq bunun altında olan elif və else-yə baxmır proqram. Bu yazdığımız proqrama görədir əlbəttə bu. Elif və else-yə baxmayacaq. If-in qiymətini ekranda çapa verəcək. İndi bunu daha ətraflı biz davam edək. If və elif və else-dən bunun haqqında danışdıq. Buradan sualınız varmı? Başa düşmədiniz bir hissə. Yox, sual yox. O zaman belə bir maraqlı bir proqram quraq. If elifə aid, daha doğrusu şərt operatoruna aid. Bir dənə
bir qədər uzun olsun. Misal üçün A dəyişəni olsun. Hətta gəlin burada ikili mənimsətmədən, çoxlu mənimsətmədən istifadə edək. Elə yazaq. Misal üçün yazaq, bir dənə A dəyişəni götürək, B dəyişəni götürək, C dəyişəni götürək. Bərabər eləyək. 3, 15, 27. İxtiyari qiymətlər yazdıq. Deyək, if şərti qoyaq bura. If, deyək ki, əgər A böyüksə B-dən, A böyüksə B-dən, bu zaman nə et? Daxil ol bura. Daxil ol və print et. Çapa ver nəyi? Çapa ver mənim üçün 15-i. Baxın, sətir tipində yazdım. Mən bunu sətir tipində yazmayıb belə yazsaydım. Əslində belə də yazmaq olar, amma sətir tipində daha səliqəli şəkildə göstəririk. Print elə mənim üçün 15-i. Demək, əgər if A B-dən böyükdürsə, bu zaman 15 göstərəcək bizim üçün. Və yenə enter edirik. Altında belə yazaq. If yazaq yenidən. Deyək ki, A bərabərdirsə, bərabərdir yazanda bu arada bərabərdir B yazmırıq. 2 dənə bərabərdir yazmaq lazımdır. If-də, elif-də və ya müxtəlif şərt dövr operatorlarında. Bərabər göstəririksə şərt daxilində, o zaman 2 dənə bərabərdir işarəsi ilə göstərməliyik. A bərabərdir, B-dirsə, bu zamanda print elə mənim üçün, misal üçün A hərfini print elə. A hərfini print elə. İndi düşürəm bura. Burada yazaq nə? Elif yazaq. Elif əlavə edək. Elif B-miz böyükdürsə A-dan və ya A kiçikdirsə B-dən. A kiçikdirsə B-dən. Bu zaman nə etməyim üçün? A kiçikdirsə B-dən. Bu zaman print elə 18 çapa ver. If əgər C-miz də böyükdürsə A-dan print elə B-ni. Print elə B-ni. Əks halda isə else yaz ki, print elə çapa ver D-ni. Belə bir şərt operatoruna aid sadə bir dənə proqram qurduq. Bu belə uzun olmasına baxmayın. İndi izah edərəm. Nə üçün? Bu da çoxlu şəkildə if və elif var. Birinci növbədə biz çoxlu mənimsətimizi etdik. Çoxlu mənimsətmə ilə ABC-ni yazdıq bura. ABC dəyişənlərini. 3, 15, 27 qiymətləri. Əgər A böyükdürmü B-dən yazırıq. Print. Demək, A-nın qiyməti 3-dür, B-nin qiyməti isə 15-dir. Gəlib yoxlayacaq. 3 böyükdürmü 15-dən? 3 15-dən böyükdürmü? Xeyr, 3 15-dən böyük deyil. O zaman, bayaq sizə dediyim kimi, daha əvvəl bunu vurğuladım. If müəyyən bir şərt verilib, if olsun, elif olsun, fərq etməz. Əgər şərtimiz ödənməyibsə, baxın, burada olan ifin daxilində, bu birinci ifdir. Bunun daxilində bir dənə də if var. Baxın bura. Burada da if var. Buradakı if olsun, nələr olsun, fərqi yoxdur. Bura else də əlavə edərdik əlavə olaraq. Başqa operatorlarda, hətta dövr operatorlarda əlavə etmək olardı. Ancaq bunların hamısı əsas ifin, yəni baxın bu birinci ifdir. Birinci ifin şərt gövdəsində yerləşir. Şərt gövdəsində yerləşir. Əgər bu şərt gövdəsi ödənməyibsə, şərt gövdəsinin şərti nədir? A böyükdürmü B-dən? 3 böyükdürmü 15-dən? Bu ödənmirsə, bütün burada yazılanlar nə olursa olsun öz əhəmiyyətini itirir. Yəni, bura ümumi olaraq bir müraciət getmir. Ümumi olaraq biz bura baxmırıq. Biz keçirik növbəti mərhələyə, elif hissəsinə.
elif hissəsinə baxırıq ki, nə deyir elif hissəsində? A kiçikdirmi B-dən deyir. A kiçikdirmi B-dən? A-nın qiyməti neçədir? 3-dür. B-nin də qiyməti 15-dir. 3 15-dən kiçikdirmi? Bəli, doğrudur. O zaman bütün bu, hələ də onu etmək olmaz. Onu etmək olmaz, tələsməyək. Ümumi olaraq bir elifin şərt gövdəsinə baxacağıq. Amma haralara baxmaq lazımdır? Onların daxilində çünki şərtlər var. If var, else var. İlk olaraq bizdə A kiçikdirmi B şərti öyrənilirmi? 3 kiçikdirmi 15-dən? Bəli, doğrudur. Və biz elifin şərt gövdəsinə daxil olduğumuz halda bizi ilk qarşılayan hissə print 18 hissəsidir. Print 18, yəni avtomatik olaraq ilk etapda 18 mütləq ki, çapa veriləcək. 18 çapa veriləcək. Yəni A-nın B-dən kiçik olduğu məlumdursa 18 qarşımıza çıxdı. Print 18, 18 çapa veriləcək. Sonra davam edirik. Hələ də bu elifin bütün hissələrinə baxmalıyıq bir-bir. Burada da fikir verin. Yenə qırıq-qırıq xətlərlə birləşdireyim. If var, else var. Öncəliklə if şərtinə baxırıq. C böyükdürmü A-dan? C nədir? C 27-dir. C-nin qiyməti 27-dir. 27 böyükdürmü A-dan? Yəni 3-dən. 27 3-dən böyüksə, o zaman bu ifin də şərt gövdəsi var. Şərt gövdəsində nə verilib? Print deyir B-dir. Bir də 18-in yanına eləcə də B-ni də çapa vermiş olacaq. Yenə burada if ödənilib deyə bu else-yə də baxmırıq. Bu else-nin də mahiyyəti, əhəmiyyəti ölür. Və bizdə nə çap olunacaq? 18 çap olunacaq və B çap olunmuş olacaq. Buna aid müxtəlif proqramlar olur, məsələlərdə qarşımıza çıxır. Çoxlu sayda if-lər, eliflər, while-lar, for-lar, dövr operatorları, şərt operatorları müxtəlif şəkildə olur. Çap etsək, run etsək, ekranda nə çap olunacaq? 18 və B. Yadınızda saxlayın, hər dəfə yeni çap prosesi olursa da alt-alta çap olunmağa başlayır. Sualımız varmı? Xeyr, yox. Yoxdur, yox. Baxaq sonra burada hansı hissəyə baxaq. Biraz da sonluqlar əlavə edək. Məntiq operatorlarına gələn dərs baxarıq inşallah. Məntiq operatorlarına ya da baxa bilərik əslində. Baxaq ən yaxşısı. Çünki şərt operatorlarının əsas ilə mahiyyəti budur. Şərt operatorlarından həmin məntiqi hissələri birləşdirək. Gəlin bunu hashtag da burada yazım. Not olaraq qeyd edeyim. Bizim müxtəlif məntiqi istifadə etdiyimiz operatorları var Pythonda. Bunlar and operatorudur. İngilis dilində və deməkdir, bilirik. Və riyazi dildə də baxsaq, birləşmə deməkdir. And. Sonra or var. Riyazi dildə kəsişmədir. İngilis dilində və ya deməkdir. Və bir də not. İstifadə etdiyimiz not məntiqi operatoru var. Bu da inkar deməkdir. Belə inkar olaraq yazıram. Yəni verilmiş prosesi əksinə çevirir. Və burada gəlin buna aid belə bir maraqlı proqram da yazarıq. Öncə biraz saatlərdən başlayaq, sonra bu kimi uzun proqram təyin edərik. Əgər and operatorunun işləmə prinsipi belədir. Bunu da yenə şərt operatoru üzərində izah edeyim. A bərabərdir, deyək 10 olsun. Hətta çoxlu mənimsətmə necədir? A, B, C deyə çoxlu mənimsətmə qoyuram. Birinə 10 qiyməti, birinə 20 qiyməti, birinə də 30 qiyməti. Ardıcıl olaraq daxil etdim. A-nın qiyməti oldu 10, B-nin qiyməti oldu 20, C-nin də qiyməti oldu 30. İndi ilk olaraq bir dənə if şərti götürək. If şərtində deyək. C böyükdürmü? C böyükdürmü A-dan? And operatorundan istifadə edirik.
Eyni zamanda A böyükdürmü B-dən? O zaman benim üçün ekranda print A olaraq çap et. Sonra elif hissəsini qoyaram bura. Elif hissəsini də yazaram. Öncəliklə baxaq bu if-də biz nə yazmışıq? Buradakı and-in mahiyyəti nədir? And ingilis dilində və deməkdir və Python dilində bu belə anlayacaq bunu. Python dili ingilis dili verilmiş komandları həm də riyaziyyatla birləşdirir öz başa düşdüyü məntiqi üsulda. Yəni öz başa düşdüyü deməyək, ümumiyyətlə proqramlaşdırma demək məntiq deməkdir. Burada məntiqi olaraq anlayır bunu. Yəni hər şey dəqiq olmalıdır ki, tam anlasın. Deyir ki, AND operatorunun şərti budur ki, bizim bildiyimiz 2 dənə hissə var. True hissəsi var, bir də false hissəsi var. True hissə bilirik ki, doğru deməkdir, false isə yanlış deməkdir. AND operatoru deyir ki, verilmiş şərtlərin sayı nə qədər olur olsun. 2 və daha çox şərt olsun, fərq etməz. Əgər mən varamsa, true varsa mərkəzdə, true ayıran bu şərtləri, burada neçə dənə şərtimiz var? Bir şərtimiz var, C böyükdür A-dan. İkinci şərtimiz isə A böyükdür B-dən. Hər iki şərt true olmalıdır. Yəni, hər iki şərt doğru olmalıdır. True odur ki, bu şərt ödənilirsə true olur. Ödənmirsə, əgər yanlışdırsa, o zaman false olacaq. AND operatoru deyir ki, mən varamsa mərkəzdə hardadır bu? Buradadır. C böyükdür A şərti ilə A böyükdür B şərtinin mərkəzində yerləşib. Deyir ki, mən varamsa, hər iki şərt mənim üçün true verməlidir. Doğru olmalıdır ki, o zaman bu if şərt operatorunun gövdəsinə müraciət edib A-nı çapa verək. Baxıb yoxlayırıq indi. Görək, doğru deyir, yoxsa yanlış deyir. Yoxlasaq, nə görmüş olarıq? C böyükdür A-dan. C-nin qiyməti neçədir? 30-dur. 30 böyükdür A-dan, yəni 10-dan. 30 A-dan böyükdür, bəli. O zaman bu true verəcək. T olaraq bura yazıram. True olur. Və AND olduğuna görə digər tərəfdə true olmalıdır. Digər tərəf də true'dursa, o zaman print A verəcək mənim üçün. Deyir, A böyükdürmü B-dən? A-mız neçədir? 10. 10 böyükdürmü B-dən, yəni 20-dən? 10 20-dən böyükdürmü? Xeyr. 10 20-dən böyük deyil. Demək, bu olacaq false. Bu yanlışdır. Və əgər bir dənə false'umuz varsa, bir dənə də olsa false'umuz varsa, demək, həmin o şərt operatorunun gövdəsinə müraciət getməyəcək. Yəni, bura ödənməyəcək. Demək, biz başa düşdük ki, if burada işləmir. If burada işləmir. Sonra gəlin yazaq, elif hissəsindən davam edək. Elif hissəsinə misal üçün yazıram. C operatoru, daha doğrusu C dəyişəni. C dəyişəni böyükdürmü A-dan, AND C dəyişəni böyükdürmü B-dən və C dəyişəni böyükdürmü B-dən AND C bərabərdirmi deyək 35. Belə bir qiymət deyirəm. C bərabərdirmi 35. Demək, deyir ki, C dəyişəni C-imizin qiyməti neçədir? 30. 30 böyükdürmü A-dan? Baxın, burada AND varsa, mütləq ki, bütün şərtləri yoxlayın. Yoxlayın ki, hamısında true olmalıdır. True'dursa, o zaman müraciət olacaq. Hər hansısa bir dənə də olsa, false varsa müraciət olmayacaq. AND deyir ki, C böyükdürmü A-dan? 30 böyükdür ondan, bəli. Demək, bura true verdi. Sonra deyir, C böyükdürmü B-dən? 30 böyükdürmü 20-dən? Bəli, burada true verdi. Yəni, AND olduğu üçün biz hamısını yoxlamalıyıq. C bərabərdirmi 35-dən? 35-ə. C-nin qiyməti 30-dur. 30 olduğuna görə bura 35 deyil, ona görə false verir. Demək, elifin müraciət edəcəyi yerə print B-ni bizim üçün ekranda çap edə bilməz. Demək, bu şərtimiz də yanlışdır. Bir dənə də elif təyin edək. Bu zaman OR operatorundan artıq istifadə etməyin vaxtı gəldi. Elif təyin edək yenidən.
Deyək ki, A böyükdürmü B-dən? A böyüksə B-dən or və ya artıq birləşmə deməkdir. Və ya C bərabərdirmi 30-a? Bu şərt ödənilərsə hər hansısa biri print elə mənim üçün nəyi? Print elə ekranda yaz ki C. Gəlin baxaq bura. Deməli, burada nə olacaq? Deyir ki, OR operatoru var mərkəzdə. OR operatoru isə truedan fərqli olaraq, daha doğrusu AND məntiq operatorundan fərqli olaraq sadəcə truelara fokuslanmır. Demir ki, hamısı true olsun, mən icra olunum. OR deyir ki, hər hansısa biri, neçə dənə şərt olur olsun, yüzlərcə şərt olsun orada, fərqi yoxdur. O yüzlərcə şərtdən heç olmasa biri true'dursa, o zaman bu əməliyyat icra olunacaq. Bunu tapmaq daha rahat dəhətdən, çünki daha az vaxt aparır. Bir dənə true'muz varsa, yəni bir dənə şərt doğrudursa, demək elif icra olunacaq burada. Gəlib yoxlayırıq. A böyükdürmü B-dən? A-mızın qiyməti 10-dur, B-mizin qiyməti 20. 10 20-dən böyükdürmü? Xeyr, 10 20-dən böyük deyil. Ona görə bura false verir. Amma davam edirik. Əgər burada and olsaydı, biz avtomatik olaraq dayanardıq. Bir dənə false tapdıq deyə. Ancaq or olduğuna görə biz sona qədər baxa bilərik. Ta ki true tapana qədər. Or və ya C bərabərdir 30-a. C 30-a bərabərdir, bəli. True verdi bizə. Demək, bir dənə də olsa true varsa, print C-ni bizim üçün ekranda çapa vermiş olacaq. Gəlin indi run edək. Run edirik. Ekranda nə verir? Ekranda C-ni çapa verir terminal pəncərəsində. Bu şəkildə. Məntiqi operatorlarında əsas işləmə prinsipi bundan ibarətdir. O sonda, misal üçün 35-in sonunda 2 nöqtə qoyursunuz. Qoymasanız nə olar ki? Qoymasaq bizdə sintaksis error olacaq. Run etsək nə verir bizdə? Yəni əməliyyat bitəndən sonra qoymalıyıq da. Mütləq. Sintaksis qaydalara mütləq əməl etmək lazımdır. If-dən sonra gələn şərt yazılır və 2 nöqtə qoyulur. 2 nöqtə təyin olunur. Əməliyyat bitib demək istəyirəm də bununla da, yəni ya əlavə olunmayacaq, onu göstərirlər. Bəli, yəni belə baxın. Bir dənə if yazaq özümüzdən. If yazırıq. Misal üçün A böyükdürmü B-dən. Fikir verin. 2 nöqtə qoyuram. İndi heç nə etmirəm. Sadəcə enter-ə basıram. Görürsüz? Neçə dənə iterasiya var burada. İterasiya boşluq deməkdir. Baxın, 1, 2, 3, 4, 5 və hətta 4. 4 deyə daha doğru olsun. 4 dənə proqram avtomatik olaraq mənim if şərt gövdəm üçün 4 iterasiya sağa sürüşür. Yəni mənim üçün 4 iterasiya sağa deyir ki, bu artıq burada nə yazırsan yaz, bu olacaq if şərt gövdəsinin hissəsi. Yəni buna yazılacaq hər şey, nələr yazılırsa yazılsın. İndi özümdən yazdım bunları, əlbəttə belə yazacaq xata verər. Nə yazırsan yaz, bunlar if-dən asılıdır. Bu if şərti ödənmədiyi halda bura daxil olmayacaq. Ancaq indi fikir verin. Biz bura 2 nöqtəni sildik. Heç nə etmirəm yenə. Enter-i basıram. Görürsüz, bu zaman proqram bunu heç özü də oxumur ki, bu bunun nə idi? Şərt gövdəsinə aiddir. Çünki burada sintaksis xata gedir. Proqram bunu anlamır. Və belə də versək, əlbəttə ki, bizdə xata ilə qarşılaşacaq proqramda. Sintaksis error verəcək bu şəkildə. Verib ki, expected şəklində, yəni çatışmayan hissəni də bizdə zaten işarə edir 2 nöqtəni. Eynilə bütün bu sintaksis qaydalara əməl etmək vacibdir komandların yazılışında. Gəlin biraz da məntiq əməllərindən birdən də. Orada yuxarıda not qaldı. O necədir? Notu da izah edirəm elə onun daxilində. Həm and, or, not. Üçü bir arada istifadə eləyək. Deyək, bir dənə də yenidən yazaq. If deyək. If deyək burada. If deyək ki, bu zamanda A böyükdür B-dən. A böyükdür B-dən.
and sonra and yazdıq, birləşməmiz var. Sonra deyək ki, B böyükdür C-dən, yenə and yazıldı və bir dənə də or qoyaq özümüzdən. A bərabərdirmi B-yə bu şəkildə. Bu zaman print elə A-nı. Gəlib burada yoxlasaq, A böyükdürmü B-dən? 10 böyükdürmü 20-dən? Baxın, burada and olduğu üçün zaten nə olmalıdır? Bu şərt ödənməlidir. 10 böyükdürmü 20-dən? 10 20-dən böyükdür. Ona görə bu and-ə görə biz burada bir false aldıq və mərkəzdə and olduğu üçün bura zaten baxmayacaq. Bura ümumiyyətlə baxılmayacaq. Keçid edirik hara? Keçid etmək lazımdır. Elif hissəsinə. Elif hissəsində indi gələn notdan istifadə edək. Elif deyək ki, belə yazaq. Notu yazaq əvvəldə. Not bilirik ki, inkar edir. Verilmiş şərti inkar edir həmişə. Əgər bu doğrudursa bunu yanlış edir, yanlışdırsa doğru edir. Not əgər C-miz bərabərdirmi 30-a? C-miz 30-a bərabərdirsə, o zaman print elə nəyi B-ni? Ancaq burada da bura xata olacaq. Yəni bura müraciət olmayacaq. Çünki qarşıda not işarəsi var. Not komandası məntiqi operatoru istifadə olunur. Not məntiqi operatoru deyir ki, əgər verilmiş şərt true'dursa, yəni doğrudursa, bunu yanlış başa düş. Bunu çevir et yanlışa. Əgər verilmiş şərt yanlışdırsa, false'dursa, bunu çevir et true. Bu şəkildə əvəzləyirik, yəni aralarında əvəzləmə getmiş olur. C bərabərdir 30-a. C-nin qiyməti həqiqətən 30-dur. Görürük ki, proqramımızda bu bariz şəkildə əks olunub. C-miz 30-dur. Demək bu doğrudur. Bu şərt ödənir. Ancaq qarşıda true not olduğu üçün true nəyə çevriləcək? False-a. False-a çevrilir və bu elif hissəsində olunan proqramın print qisminə müraciət olunmur beləliklə. Burada Əgər tutalım ödənilməsəydi, tutalım 29 olsaydı false olacaqdı, amma elif nota görə doğru götürüləcəkdi, düzdür? bəli, elif nota görə false olsaydı belə, həmin false-u çevirərdi, edərdi true və o zaman print B olaraq çapa B-ni verərdi. Notun da işləmə mexanizmi budur. İndi bunu run etsəydə zaten bizdə heç birini çapa verməyəcək, çünki ikisində də səhvlik var. Burada da xata var, yəni şərtlər biri true'dur, and operatoru var və düzgün şəkildə ödənilməyib. Elifdə də C bərabərdir 30-dur, true'dur, amma nota görə false-a çevrilib. Bir dənə də else əlavə edək. Else-də print eləsin nəyi? C-ni bizim üçün ekranda göstərsin. Else, yəni bütün if də ödənmirsə, elif də ödənmirsə, əks halda else ekranda C-ni çapa versin. Çap run edirik, görürük nəyi verir? C-ni. Deməli, if də ödənməyib, buradakı əndə görə false var idi, A böyük bir B-dən ödənmir. Ona görə bu if-ə müraciət getmədi. Elif də nota görə müraciəti dayandırdı. Else edir ki, C-ni bizim üçün çapa ver. Bu şəkildə. Məntiqi operatorların işləmə prinsipi budur. Əsas odur ki, burada əlbəttə ki, proqramları əzbərləmək falan deyil, əsas mahiyyətini anlamaqdır. Mahiyyətini anlamaq lazımdır ki, nə üçün yazılıb. Onu başa düşdükdən sonra digər hissələri düşünərək proqram daxilində yazmaq olur. İndi gələk bir dənə sadə bir dənə misallardan nə yaza bilərik, məsəl üçün sadə misallardan götürsək.
keçdiyimiz hissələrə əsas olaraq misal üçün bir ədəd götürək. Ədədin 6-ya qalıqsız bölünüb, qalıqsız deməyək, bir ədədin 6-ya bölünüb bölünmədiyini tapaq. İstifadəçi müəyyən bir ədəd daxil etsin. Ədəd dəyişəni adı altında yazıram bunu. Ədəd bərabərdir integer, natural ədəd olsun deyə integer tipində qeyd edirəm. Integer input deyək ki, ədədi daxil edin. Ədədi daxil edin şəklində. Sonra deyək, gələk bura və burada if şərti qoyaq. Deyək ki, verilmiş ədəd 6-ya bölünürsə, 6-ya bölünürsə nə deməkdir? Dərsin əvvəlində danışmışdıq, əməllərdən danışanda. Qalıqlı bölmədən istifadə edirik. Qalıqlı bölmə odur ki, 6-ya bölünəndə qalıqda 0 alınırsa, bir ədəd qalıqda 6-ya bölündə qalıqda 0 alınırsa, deməli bu ədəd 6-ya bölünür. Məsələn 12. 12-ni 6-ya böləndə tam hissə düşür. 2 qalıqda isə nə alınır? 0 alınır. Demək 12 6-ya bölünür deməkdir. Bu zaman deyək ki, print çapa versin ki, 6-ya bölünür. Hətta söz olaraq yazaq, 6-ya bölünür şəklində versin. Əks halda isə nə desin? 6-ya bölünmür. Demək bu proqramın məntiqi nədir? Bu proqram istifadəçi tərəfindən daxil edilmiş natural ədədin 6-ya bölünüb və ya bölünmədiyini müəyyən edir. Ran edək, istifadəçi qiymət daxil edir, 12 daxil edir, deyir ki 6-ya bölünür. İstifadəçi bir dənə də qiymət daxil etsin, 19 6-ya bölünmür deyə ekranda bizim üçün əks olunacaq. Sonra bir dənə də proqram yazsaq. Belə bir sadə proqram olsun. İstifadəçi proqramı 1-dən 100-ə qədər ədəd daxil etsin. 1-dən 100-ə qədər. 1-dən 100-ə qədər daxil edilmiş ədədlər, ancaq 1-dən 100-ə qədər daxil edilmiş ədədlər arasında hər hansısa if, else falan istifadə etməyək, birbaşa olaraq yazaq. Yəni normalda istifadəçi bu halda olsa 1-dən 100-ə qədər yox, 4 rəqəmli bir ədəd də götürə bilər, 5 rəqəmli ədəd də götürə bilər, 10 minlər, 100 minlər, milyonlar. Ancaq sadə bir proqram olsun deyə, daha bəsit olsun deyə bəsitləşdirib deyək ki, ədəd integer input 1-dən 100-ə qədər bir ədəd daxil edin şəklində belə bir yazı əks etdirək. İstifadəçi bilinsin ki, 1-dən 100-ə qədər ədəd daxil etməlidir. Ədəd dəyişənə mənimsədilsin. If deyək ki, verilmiş ədədimiz 0-dan böyükdürsə, hətta 0-dan böyük demək, 0-dan böyük bərabərdirsə, ədəd və kiçikdirsə ondan, bu zaman deyək ki, print bir rəqəmli. Yəni, verilmiş ədədin bir rəqəmli ədəd olduğunu bizə desin. Çünki bilirik ki, bir ədəd əgər ondan kiçikdirsə və 0-dan böyükdürsə, bu zaman hansı intervalda yerləşir? Qapalı interval 0-dan, açıq interval 10-a qədər. Yəni, bu ədəd 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ədədlər olacaq. Deməli, bu da bir rəqəmli ədəd deməkdir. Bir rəqəmlidir. Elif, növbəti halda isə, əgər bu ədədimiz ondan böyük bərabərdirsə, ədəd kiçikdirsə 100-dən, demək bu olacaq nə? Print 2 rəqəmli. Demək bu 2 rəqəmli ədəd olacaq. Demək
10-dan böyükdürsə, böyük bərabərsə 10 qapalı interval, 10 qapalı intervaldan hara qədər? 100 açıq intervala qədər. Bu zaman 10, 11, 12, ən sonunda 98, 99-a qədər qiymətlər gələcək. Demək, bunlar da 2 rəqəmlər də daxildir. Əks halda isə belə yazaq. Əks halı yazmağımızın səbəbi odur ki, istifadəçi 1-dən 100-ə qədər ədəd daxil etməyib, deyək ki, 1000 ədədi daxil edib. 1000 3 rəqəmlidir axı. Bizim proqramımız ancaq 1 rəqəmli və 2 rəqəmli ədədi seçə bilir burada. Bunun üçün biz gedib ədədi yoxlamalıydıq. Və ya müxtəlif dövr operatorlarından istifadə edib tam dəqiq tapmaq olar. Ancaq indi dövrü keçməmişik deyə daha bəsit olaraq bir proqram təyin etdik burada. Əgər istifadəçi 1000, 10000, 100000 daxil etsə, yəni verilmiş bizim şərtimiz ödənməsə, bu şərtimiz 1 rəqəmli, 2 rəqəmli ədəd olmasa, 1-dən 100-ə qədər ədəd daxil etməyib də başqa ədəd daxil etsə, bu zaman desin ki, şərt ödənilmir deyə bizim üçün ekranda çap etsin. Ödənilmir. Gəlin run edək. Ədəd 1-dən 100-ə qədər ədəd daxil edin. 65 daxil etdim. Enter edirəm. 2 rəqəmli olaraq ekranda əks olunur. Yenidən run edirəm. Enter. Misal üçün 4 daxil edirəm. 1 rəqəmli deyə ekranda əks olunur. Run edirəm. 876 daxil edirəm. Enter edirəm. Şərt ödənilmir. Çünki 876 100 intervalından aşmış bir ədəddir. Yəni bizim şərt ödənilmir. Avtomatik olaraq else-yə müraciət gedir. Başa düşdükmü buranı? Bəli, başa düşdüm. Bu şəkildə ilk dərs üçün yetəri qədər məncə ilkin olaraq yaxşıdır. Video izahı da sizə göndərəcəm. Bu da həm də sınaq dərsimiz idi. İnşallah ki, razı qaldınız.